Bəs nəticə bu olur ki, tanımaqlığın meyarı hər bir məsələdə, şınax deyirlər də tanımaqlıq, agahlıq. Nəyəsə insan şınax tapmaq istəyir, agahlıq tapmaq istəyir, meyarı elmdir. Bilirsən, bilmirsən. Bilirsən, danış, bilmirsən, Allah şoğan eləsin. Amma elmdən başqa, bəzən insan zənn və güman əldə eləyir. Deyir, düzdür, mənim yəqinim yoxdur. Yəqin bilirsiniz nədir? Yəqin odur ki, deyərlər ki, əgər belə olmasa boynu vuracaq. Razısan? Yəqin budur ha. Fərz eləyək ki, dünən gördüm, filan kəs bu pulu buradan oğurladı. Məsələn, gözümdən gördüm. Bu mənim yəqinimdir. Biri var, oxşatdım. Güman elədim, o filan kəsdir. Niyə? Sonra tərəqlə göynəyəcək ki, filan kəs çox vaxt öyle göynəyəcək. Bu oldu zəng güman. Biri var, həds. O yerlərində məsələn belə yerdir. Mən elə güman eləyirəm ki, elə həds sıfırlam ki, həds yəni insanda təxmin. Təxminə o filan kəsdir. Bəzən belə. Bəzən insan görsən, şək gelir, şək gelir, ehtimal verir. Ehtimalə, filan kəs səhər-səhəri bu ətrafdaydı, ehtimala nədir? Səhər-səhəri filan kəs buradaydı. Bu da ehtimal. Amma bunların heç biri ehtimallı deyil. İnsan bunların heç biri ehtimal deyilmez. Ehtimal nədədir? Elmdə və yəqində. Elmin var, yəqinin var, doğrudur. Ona görə şayə yayılıbdır, filan kəs belə alındır. Nə bilirsin, elə hamı deyildir, hə? Hamı çoxsun, hamı deyil. Deyil, söz nə qədər ağzından çıxmayıb, sənin əsrindir. Ağzından çıxandan sonra sən oldun onun əsridir. Ona görə də söz ağzından pişir çıxar. Gör bu söz deyəndən sonra birdən bu yaylar, birdən bundan pis bərdəşdurlar. Bəzən insan sözü deyir, amma məsələn bir nəfər, desən, ruhani olurdu, müsahibə verilmiş, deyir, mən Hristiyanı başa düşməmişim nə olur Hristan. Bu adamın mümkündür, yəni deməkdə məqsəd budur ki, elmi formada, mən eşitməmişim, o özür. Amma eşidənlər görsən, danışıqları bütün gözür. Yəni bu sözün mümkündür, adam elmi formada, mahiyyətcə, vicdan yanına, ağıl yanına, mahiyyət var. İndi vicdan bəli insanda bunu bilirik ki, icmalar bir hissdir, o hiss insana haqsızlıqlar qarşısında insana cuşa gətirir, ona qarşı bir tənəffür yaradır, haqqa ədalətə qarşı sevgi yaradır. Buna deyilir vicdan hissi. Amma mahiyyətcə bu nədir? Bilmir. Yəni, mümkün bu adam elə söz gəlir, istəyib bir dəfə bir elmi danışaq, deyil, məsələn, mən vicdanın mahiyyətdə bir vicdanı hələ bilməmişim mən. Mümkündür nəzəri bu olar, amma insanlar başqa bir yola, yəni söz deyəndə fikirləşirsin ki, bundan birdən başqadır yozunlar bütüklər, ha? Ona görə danışmaq çox çətin məsələdir. Adam danışanda gəlir, qədər diqqətli olur. Mən özümə oğlum bəzən sözü deyirəm, sonra baxıram o söz orası yeri döyür. Məsələn, mən onun bu tərəfi düşünürüm. Amma bunun bu bir tərəfləri də vardır. Mümkündür, o bir tərəfləri onu götürələr, sonra yolluq çıxır, ola-ola götürür. İndi deyək ki, 3 tapqat, bir dənə mən bu tərəfindeyim. Yox, deyəndə, bu xüsusi zəkan istəyir. Daha doğrudan deyəndə gərək o qədər diqqətli danışasan. Adam elə deyirsən, məhərəmanı danışırsan. Amma bəzən görsənəcəm, elə məhərəmanı deyə deyirsən. Yəni, sözün qaranlıq tərəfləri var ki, onlardan bəzən pis nəticə çıxarlar. Ona görə deyir, insan şayəyə inanmasın. Filan kəs belə adamdır, belə söz edir. Bəlkə onun sözünün başqa tərəfi, o bir tərəfini düşünür. Amma bunu eşidənlər ikinci tərəfini yazırlar. Bununla da görsən, nə boyda şayəyə filan kəs adam deymiş. Adam da göstərəm yayıldı. Ona görə bir şayəyə inanmaq olmaz. Adətən iki yerdə çox şayə yayılır. Biri haradadır?
biri bazardır, ondan biri qulaq başıdır, biri də taksilardır, üçüncüsü taksilar. Yəni adam sözü denən, axşam saat o sözünü özün tanımayacaqsın. Çünki sözdə o qədər ona bəzəyin bıracaqlar. Adam axırda işləndə deyəcək, yəni mən belə demişəm. Söz belədir. İnnə səm'ə vəl məsələ vəl fuad kullu ülaykə qanə mənhu məsələ. Quran buyurur, bəs qulaq, göz və qəlb hamısı məsuldur deyilən sözlərə. Niyə görə bunlar bu üç dənəni deyir? Əsasən insanın bir çox məlumatları hardan gəlir? Eşidirik, deyirik. İkinci məlumat bizim mənbəmiz, gözümüzdür, görürük, deyirik. Üçüncü məlumatı ki, biz düşünürük. Axı, gözdən, qulaqdan gələn məlumatı adam gələk, düşünə, pişirə, o tərəfi bir ortaya bir nəticə çıxır. Ona görə Allah deyir, bunların hamısı soruşulacaq. Və sorğun nəyin qədərindədir? İnsandan nə boyda, nə həcmdə soruşarlar? İnsanın düşünəcəyi boyda. İnsan nə boyda düşünür? O boyda ondan sorğusu olurlar. Yəni, insanın başqa üzvləri əsasən də qulağına gözdür ki, bu iki dənə daha çox insanın informasiya qəbul edən mənbəsidir. Bu ayədə təfsir alimləri deyirlər, buyururlar ki, deyirlər, ictimai yaşam tərzinin ən önəmli məsələləri xatırladır. Ki, əgər bunlar olmasa, insan şayə əsasında, insan zən əsasında, zən yəni nədir? Güman. Güman yəni 70%-dir. Yəqin 100%-dir. Güman 70%, şək 50%. Və şəkdən də şaki təxmindir onlarla belə. Odur ki, insan fəqət 100%-da gərək qərar verə, qərarı qəbul edir 100%-da. Deyir, bütün bu deyilənlər ki, zən güman əsasında olmaz, şayət əsasında olmaz, ictimai yaşam tərzinin təməlinin ən möhkəm sütunlarındandır. Ki, doğrudan hamı bu cür düşünər, hamı bu cür olar. Bir çox hərəz-mərəzliklər nədən yaranır? Deyir, yox, filan kəs deyilən mənə salam vermədi. Özdə baxa-baxa keçdi. Mən dedim, salam mənə ki, belə baxdı, elə bildim, taxta parasıdır. Baxdı keçdi, bilirsən niyə? Dünən onun uşağı bazarda nə eləyibdi, mən ona acıqlamışam. O dünənkinin, onun kinin bir gün məndən acığın çıxır. Əslində, nə o yazıq, uşaq dünənkin gedib deyib buna, nə bu yazığın bugün fikirliymiş, bu adamı görüb. Əslən, rəbti yoxdur, aidiyyəti yoxdur. Tamam başqa-başqa şeylərdir. Bu fikirlidir, adamın olur. Bəzən maşında gedir, baxır. Deyir, sənə də bir salamzat da vermirsən. Deyir, mən nə olub ki? Deyir, filan yerdən keçdi. Deyir, görməmişəm. Deyir, sənə buna bax. Özüm vurdu ikinci kanalına. Nə görməmişəm? Sən üzümə baxa-baxa keçdi. Əvvəllə görməmişəm. Adam bəzən baxır, amma fikir tamam başqa yerdədir. İnsanda olur da bu. O sinifdə müəllim görsən, indi uşaqların gözünə baxanda bilir kimin fikri buradadır. Görürsən, baxır belə, birdən soruşur. Dərsdə nə dediyim? Yəni, adamın təhsil baxışı deyil ha. Diqqətli baxışar ha. Bir də var adam belə baxır. Amma baxışında diqqətli, o belə baxır. Amma fikir uçub gedib. Bəzən insan yolla gedəndə də belə olur. Görürsən, adam yanından keçir, salam verirsən, bir keçir, baxır. Sonra deyir, görmədi. Deyirsən, buna baxır. Buradan buraya yalan danışır. Nətər gözüm mənə baxırdı da, ona görə deyir, yəqin. İnsan ehtimalla, insan gümanlarla olmaz. Ona görə həqiqətən ictimai münasibətlərdə siz inanın. Bu məsələni mən demişəm, bir dəfə bir yerdə dava düşmüşdü, soruşdum, nə olub? Deyirlər, axşam məsciddə, üzr istəyirəm, uşaq yaşlılar olar. Kişilər də çıxır, qadınlar da.
Deyir, bu filankəsin bacısına göz vurub. Dedim, nə vaxt? Deyirlər, məsciddən çıxanda da axşam. Axşam işıqlar sönmüşdü. Dedim, axşam işıqlar sönmüşdü. Dedilər, yox, şam, dedim, şam qoyulmuşdu. Dedim, sən Allah, gəlin gedəyim. O şamı qoyalım, şam harada qoyulmuşdu. Ayaqqabılar harada, şam. Gücünən ayaqqabımızı gördük, çıxdı. Ay, evitkilən, orada heç, nə qədər fasilə var, ha? Elə bir qadın eyni bu cür, bir yerlə, kişilər bir yerlə. O nətər orada, yəni. Sonra uşaqlar güldüdülər də oradan. Bu nətər olub, kim deyib? Bir dənə avara görün biri, deyib, mən gördüm, qaranlıqda, oğlana deyib. Oğlan da gedib, o baxanım deyib ki, sən baxmısan sənlə. Bu da deyib, vallahi mən, axı, qaranlıqsan. Şimdi vurub yazığın ağız burun əzib. Onun dostları, bunun böyük bir dənə ixtişaş yaratır. Axı, niyə, nədən? Sonra uşaqlar güldü, o uşaqlar çağırdı. Biraz o döyəni də anladı, biraz döyülən anda deyir ki, deyirəm, mən buna görə döyürüm, yəni bu qədər avara deyirəm. Axı, mən məscidə getmişdim. Axı, deyir, sən Allah, siz baxın, mən bilmirəm də mən nə deyim, mən nətər deyim. Heç mən görməmişim elə bir adam. Yəni, bax ki, bir dənə xırda məsələdən nə boyda bir dənə ixtişaş yaranır. Odur ki, yəqin, adam oturda soruşa, ixtişaş tərəfin, ailə münaqişələri, boşanmalara inanın, əgər oturub diqqətlə onların müşkülləri, problemləri dinlənilsə, çox münaqişələr həll olar. Çoxları ha. Nədən yaranır? Sui təfahümlərdən. Buna deyirlər sui təfahüm. Anlaşılmamazlıq. Bir çox məsələlər o elə başa düşüb, bu da belə başa düşüb. Amma oturub öz anlaşılmamazlığını ortaya qoyub, araşdırmayırlar, bir axsaqqalıqları dinləməyib, təkbətək, bircə ki, axı, nə olub, niyə olub? Niyə olub? Səhər-səhər o Ərdəbil kanalına attım, arada orada yaxşı verilişlər verirlər. Qadındır, psixologdur və yəni yaxşı hədis, Quran ilmi biləndir də, qadın sual verir. 27 yaşında uşağım var. 10 gündür dinəni çalır da belə. Lor desək, qışqırır, vurur valən bir-birinə, evi qarışdırıb da. Bu niyə belə olur? İndi adatan baxıcıya qaçırlar, belə. Gedir, baxsın, buna nə olub? Ya nəzərət eləyiblər, dua eləyiblər. Ən duazat lazımdır. Sonra yazığın dil ağzını bağlatdırırlar, yedizdirirlər, elədilər heçinə. Manqut oldu, qaldırırdı, yedi yazılıb heç, itirdi başı. Bunun, o qadın o qədər gözəl cavab verir. Yəni, baxırsan ki, bu ixtisasçıdır da, bu peşəkardır. Deyir, onun problemi gör, nədir? İşsizlikdirmi? Ondan sonra bunun bəlkə bir töhmət vurublar, bəlkə xətrinə dəyiblər, bəlkə bunu cinsi məsələdə bir ailə məsələsinin problemi var, bəlkə başqa bir nəsə var da bu adam 10 gündə birdən-birə buna cin toxundu. Yəni, həqiqətən insan bir məsələnin araşdırıb yəqinə çatmadan qəzavət eləmir. Qəzavət, ona görə deyir, əksər qəzavətlər nəyin üzərindədir? Şəkkün, gümanın, ehtimal, mən deyirəm, hardan deyirsən? Həyat təcrübəmdən. Mənim deyir, saçım ağarıb, 70 yaşım var, bu belədir. Qardaş, yox da yox. Bu yazığı dinlə. Dinlə, gör nədir axı? Bəzi həkim var, deyir, mən 40 il işləyirəm. Harın ağrı, qarnın, nöşba ver, nöşbalıq. Bəlkə apensit tutur. Yox, apensit buradadır. Bəzən burada yox, ağrısı burada bilinir. Allahdır da insanı. Yəni, təcrübəmləndir, nəyləndir, bunlar əvvəl insanı araşdırandan sonra təcrübəsin zəmimi